Bize İbni İdris danışdı, Hüsayin'den, Şabi'den, Adi İbni Hatim'den dedi. Sizin üçün sizə beyaz ip, qara ipdən seçilənədək yeyin için. Bəqərə 187-ci ayəti nazil olduqda Adi dedi, Ya Rasulullah, həqiqətən də mən yatağımın altına iki ip qoyuram, qara ip və beyaz ip və bununla gecəni gündüzdən tanıyıram, ayırıram. Rasulullah sallallahu aleyhi və səlləm dedi, həqiqətən də şübhə yoxdur ki, sənin yastığın uzundur, enlidir. O yalnız gecənin qaranlığı və gündüzün beyazlığıdır. Əbu Bəkr İbn Əbi Şeybə 9172. Digər bir rəvayətdə bizə Huşeym danışdı, bizə Husayn xəbər verdi, Şəbidən bizə Adi İbn Hatim xəbər verdi, dedi. Bu ayət sizin üçün sizə beyaz sap, qara sapdan seçilənədək yeyin için nazil olduqda mən iki ipə yönəldim. Özüm üçün iki ip götürdüm. Biri qara, digəri isə beyaz və onları yastığımın altına qoydum. Adi radiyallahu anhu davam edərək dedi. Sonra onlara baxmağa başladım. Lakin mənim üçün nə qara beyazdan bəlli oldu, nə də beyaz qaradan. Sabahladıqda Rasulullah sallallahu aleyhi və səlləmin yanına getdim və etdiyim şeyləri xəbər verdim. O dedi, o halda şübhəsiz ki, sənin yastığın enlidir. O yalnız gündüzün beyazlığı və gecənin qaranlığıdır. Əhməd 19587. Digər bir rəvayətdə bizə Musa İbn İsmail danışdı, bizə Əbu Əvənə danışdı, Hüsayin'dan, Şəbidən, Adi'dən dedi. Adi bir beyaz və bir qara ip götürdü, ta o vaxta qədər ki, gecənin bir vaxtı oldu. O iplərə baxdı, onlar bir-birindən seçilmədilər. Sabah olduqda dedi, Ya Rasulullah, yastığımın altına iki ip koymuştum. O dedi, beyaz iplə qara ip yastığının altındadırsa, o zaman heç şübhəsiz ki, həqiqətən də sənin yastığın enlidir. Buxari 4509. Digər bir rəvayətdə bizə Quteybə İbn Səid danışdı, bizə Cərir danışdı, Mutarrifdən, Şəbidən, Adi İbn Hatim radiyallahu anhudan dedi. Mən dedim, Ya Rasulullah, beyaz iplə qara ip nədir? O ikisi bizim bildiyimiz ipdir. O dedi, şübhəsiz ki, əgər sən o iki ipə baxmısansa, geniş qafalısan. Xeyr, əksinə o gecənin qaranlığı və gündüzün beyazlığıdır. Buxari 4510. Digər bir rəvayətdə bizə Əli İbn Hucur danışdı, dedi, bizə Cərir danışdı, Mutarrifdən, Adi İbn Hatimdən. O, Rasulullah sallallahu aleyhi və səlləmdən Allah Teala'nın bu sözü haqqında soruşdu. Sizin üçün beyaz ip qara ipdən seçilənə qədər. O dedi, o gecənin qaranlığı və gündüzün beyazlığıdır. Nəsai Əs-Suğra 2169. Digər bir rəvayətdə bizə Əhməd İbn Məni danışdı, dedi, bizə Huşeym danışdı, dedi, bizə Husayn xəbər verdi, dedi, Şəbidən dedi, bizə Adi İbn Hatim xəbər verdi, dedi. Sizin üçün fəcirdən beyaz ip qara ipdən seçilənə qədər ayəti nazil olduqda Nəbi sallallahu aleyhi və səlləm mənə dedi, o yalnız gündüzün beyazlığı və gecənin qaranlığıdır. Tirmizi 2970. Digər bir rəvayətdə bizə Əhməd İbn Məni danışdı, bizə Huşeym danışdı, bizə Husayn xəbər verdi, dedi. Şəbidən mənə Adi İbn Hatim xəbər verdi, dedi. Sizin üçün fəcirdən beyaz ip qara ipdən seçilənə qədər yeyin için. Bəqərə 187-ci ayəti nazil olduqda Rasulullah sallallahu aleyhi və səlləm dedi. O yalnız gündüzün beyazlığı və gecənin qaranlığıdır. Səhih İbn Xuzeymə 1925. Digər bir rəvayətdə bizə Muhammed İbn İshaq İbn Xuzeymə xəbər verdi, bizə Əhməd İbn Məni danışdı, bizə Huşeym danışdı, bizə Huseyn xəbər verdi, dedi. Şəbidən mənə Adi İbn Hatim xəbər verdi, dedi. Sizin üçün fəcirdən beyaz ip qara ipdən seçilənə qədər yeyin için. Bəqərə 187 ayəti nazil olduqda Nəbi sallallahu aleyhi və səlləm dedi, o yalnız gündüzün beyazlığı və gecənin qaranlığıdır. Səhih İbn Hibban 3462. Hədisi Hümeydi, Əhməd, Darimi, Buxari, Muslim, Əbu Davud, Nəsai, Tirmizi, İbn Xuzeymə və İbn Hibban rəvayət etmişdir. Oruclu nə vaxt iftar edir babı. Bizə Sufyan danışdı, bizə Hişam İbn Urva danışdı, dedi. Mənə atam xəbər verdi, Asim İbn Ömər İbn Xattabı eşitdim, atasından danışırdı, dedi. Rasulullah sallallahu aleyhi və səlləm dedi. Gecə buradan gəldikdə, gündüz də buradan getdikdə və günəş itdikdə
batdıqda artıq oruclu kimsə iftar etmişdir. Humeydi 20. Digər bir rəvayətdə bizə Abdə İbn Süleyman və Vaqi danışdı. Hişam İbn Urvadan, atasından, Asim İbn Ömərdən dedi. Rasulullah sallallahu aleyhi və səlləm dedi. Gecə buradan gəldikdə və gündüz də buradan getdikdə artıq oruclu iftar etmişdir. Əbu Bəkr İbn Əbi Şeybə 9034. Digər bir rəvayətdə bizə İbn Numeyr danışdı. Bizə Hişam xəbər verdi atasından, Asimdən, Ömər İbn Xattabdan dedi. Rasulullah sallallahu aleyhi və səlləm dedi. Gecə gəldikdə, gündüz getdikdə və günəş batdıqda sən artıq iftar etmisən. Əhməd 231. Digər bir rəvayətdə bizə Sufyan danışdı. Hişamdan, atasından, Asim İbn Ömərdən, atasından, Nəbi sallallahu aleyhi və səlləm dedi. Gecə gəldikdə, gündüz getdikdə və günəş də batdıqda artıq oruclu iftar etmişdir. Əhməd 338. Digər bir rəvayətdə bizə Humeydi danışdı, bizə Sufyan danışdı, bizə Hişam İbn Urva danışdı dedi. Atamı eşitdim deyirdi. Asim İbn Ömər İbn Xattabı eşitdim. Atası radiyallahu anhudan dedi. Rasulullah sallallahu aleyhi və səlləm dedi. Gecə buradan gəldikdə, gündüz də buradan getdikdə və günəş batdıqda artıq oruclu kimsə iftar etmişdir. Buxari 1954. Digər bir rəvayətdə bizə Əhməd İbn Həmbəl danışdı, bizə Vaqi danışdı, bizə Hişam danışdı. Bizə Musaddad danışdı, bizə Abdullah İbn Davud danışdı Hişamdan. Məna olaraq Hişam İbn Urva dedi, atasından. Asim İbn Ömərdən, atasından dedi. Nəbi sallallahu aleyhi və səlləm dedi. Gecə buradan gəldikdə və gündüz də buradan getdikdə Musaddad əlavə etdi. Günəş də itdikdə artıq oruclu kimsə iftar etmişdir. Əbu Davud 2351. Hədisi Humeydi, Əbu Bəkr İbn Əbi Şeybə, Əhməd, Buxari, Muslim, Əbu Davud, Nəsai, Tirmizi, İbn Xuzeymə, Əbu Yələ və İbn Hibban rəvayət etmişdir. Bizə Abbad İbn Avvam danışdı Şeybənidən, İbn Əbi Əffədən dedi. Rasulullah sallallahu aleyhi və səlləm oruclu ikən səfərdə idi. Digər bir rəvayətdə bizə Uşeym danışdı, bizə Şeybəni xəbər verdi. Abdullah İbn Əbi Əffədən dedi. Biz Ramazan ayında Rasulullah sallallahu aleyhi və səlləm ilə birlikdə səfərdə idik. Günəş batanda Rasulullah sallallahu aleyhi və səlləm dedi. Ey filan, miniyindən en bizim üçün səvik, yəni buğda əzməsini su ilə qarışdır. O adam dedi, ya Rasulullah, hələ gündüzdür. Rasulullah sallallahu aleyhi və səlləm yenidən dedi, en qarışdır. O adam yeməyi su ilə qarışdıraraq Rasulullah sallallahu aleyhi və səlləm dediyi kimi etdi. Ona Rasulullah sallallahu aleyhi və səlləmə verdi. O da içdi. İçib qurtardıqdan sonra əli ilə məğribə tərəf işarə edib dedi. Günəş bu tərəfdən batdıqda, gecə də bu tərəfdən gəldikdə artıq oruclu iftar etmişdir. Əhməd 19614. Digər bir rəvayətdə bizə Muhammed İbn Cəfər danışdı, bizə Şubə danışdı, Süleyman Əş-Şeybənidən dedi. Abdullah İbn Əbi Əffəni eşitdim dedi. Rasulullah sallallahu aleyhi və səlləm oruclu ikən səfərdə idi. İçkisinin sahibini içki ilə çağırdı. İçkisi yanında olan səhabəyə içkisini gətirməsini əmr etdi. Onun içkisinin sahibi dedi. Kaş ki axşamlayaydın, axşamı gözləyərdin ya Rasulullah. Rasulullah sallallahu aleyhi və səlləm sonra yenə onu çağırdı. O da yenə ona dedi. Kaş ki axşamlayaydın. Bu 3 dəfə baş verdi. Rasulullah sallallahu aleyhi və səlləm dedi. Gecə buradan gəldikdə artıq iftar halal olmuşdur. Və ya o mənada bir kəlmə dedi. Əhməd 19633. Digər bir rəvayətdə bizə Əli İbn Abdullah danışdı, bizə Sufyan danışdı, Əbu İshaq Əş-Şeybənidən, İbn Əbi Əffə radiyallahu anhu eşitmişdir dedi. Biz Rasulullah sallallahu aleyhi və səlləm ilə birlikdə səfərdə idik. O bir kişiyə dedi, en və mənim üçün qarışdır. O dedi, ya Rasulullah, günəş. O dedi, en və mənim üçün qarışdır. O endi qarışdırdı və Nəbi sallallahu aleyhi və səlləm onu içdi. Sonra əli ilə bu tərəfə işarə etdi, sonra dedi. Gecənin buradan gəldiyini gördükdə bilin ki, artıq oruclu kimsə iftar etmişdir. Buxari 1941. Digər bir rəvayətdə bizə Yahya İbn Yahya danışdı, bizə Huşeym xəbər verdi, Əbu İshaq Əş-Şeybənidən, Abdullah İbn Əbi Əffə radiyallahu anhudan dedi. Biz Ramazan ayında Rasulullah sallallahu aleyhi və səlləm ilə birlikdə səfərdə idik.
Güneş batanda Resulullah sallallahu aleyhi ve sellem dedi: "Ey filan, miniyinden en bizim için karıştır." O dedi: "Ya Resulullah, hele gündüzdür." Resulullah sallallahu aleyhi ve sellem yeniden dedi: "En karıştır." O karıştırarak onu ona Resulullah sallallahu aleyhi ve selleme getirdi. Nebi sallallahu aleyhi ve sellem onu içti, sonra eliyle işare edip dedi: "Güneş buradan itdikdə, batdıqda ve gece de buradan gəldikdə artık oruçlu kimsə iftar etmiştir." Bizə Əbu Bəkr İbni Əbi Şeybə danışdı, bizə Əli İbni Musir və Abbad İbni Avvam danışdı. Əş-Şeybanidən İbni Əbi Affə radiyallahu anhudan dedi: "Biz Resulullah sallallahu aleyhi ve sellem ilə birlikdə səfərdəydik. O güneş itdikdə bir kişiyə dedi: En ve bizim için karıştır." O dedi: "Ya Resulullah, akşamlasaydın, akşamın düşməsini gözləməyəkmi?" O dedi: "En ve bizim için karıştır." O dedi: "Həqiqətən də önümüzde gündüz var. Hala akşam olmayıp gündüzdür." Ve enip onun için karıştırdı. O da içti. Sonra dedi: "Gecenin artık buradan geldiğini gördükdə eliyle məşriqə tərəf işarə etdi. Artık oruçlu kimsə iftar etmiştir." Bize Ebu Kamil danıştı, bize Abdülvahid danıştı, bize Süleyman Əş-Şeybani danıştı, dedi: "Abdullah İbni Əbi radiyallahu anhunu eşittim deyirdi. Resulullah sallallahu aleyhi ve sellem ile birlikdə getdik. O oruc idi. Güneş qürub edəndə dedi: Ey filan, en ve bizim için karıştır." İbni Musir ve Abbad İbnül Avvamın hədisinin mislində. Bizə İbni Əbi Ömər danıştı, bizə Sufyan xəbər verdi. Bizə İshak danıştı, bizə Cərir xəbər verdi. İkisi də Şeybanidən, İbni Əbi Əffədən. Bizə Ubeydullah İbni Muaz danıştı, bizə atam danıştı. Bizə İbnül Musannə danıştı, bizə Muhammed İbni Zəfər danıştı dedilər. Bizə Şubə danıştı, Şeybanidən, İbni Əbi Əffə radiyallahu anhudan, Nəbi sallallahu aleyhi ve sellemdən, İbni Musir Abbad Abdülvahidin hədisinin mənasında. Onlardan heç birinin hədisində Ramazan ayında ve onun bu sözü gecə buradan gəldikdə yoxdur. Yalnız təkcə Huşeymin rəvayətindən başqa. Muslim 2527-2530. Digər bir rəvayətdə bizə Musaddad danıştı, bizə Abdülvahid danıştı, bizə Süleyman Əş-Şeybani danıştı dedi. Abdullah İbni Əbi Əffəni eşitdim deyirdi: Resulullah sallallahu aleyhi ve sellem ile birlikdə getdik. O oruc idi. Güneş qürub edəndə dedi: Ey filan, en ve bizim için karıştır. O dedi: Ya Resulullah, akşamlasaydın. O dedi: En ve bizim için karıştır. O dedi: Ya Resulullah, həqiqətən də önümüzde gündüz var. Hələ akşam olmayıp gündüzdür. O dedi: En ve bizim için karıştır. O da enip onun için karıştırdı. Resulullah sallallahu aleyhi ve sellem onu içti. Sonra dedi: Şübhəsiz ki gecenin buradan geldiğini gördükdə artıq oruçlu kimsə iftar etmiştir. Dedi ve parmağıyla məşriqə tərəf işarə etdi. Əbu Davud 2352. Diğer bir rəvayətdə bizə Muhammed İbni Mənsur danıştı, Sufyandan. Əbu İshak Əş-Şeybanidən dedi: Abdullah İbni Əbi Əffəni eşittim dedi: Biz Nəbi sallallahu aleyhi ve sellem ile birlikdə səfərdəydik. O bir kişiyə dedi: En ve karıştır. O dedi: Güneş hələ batmayıb ya Resulullah. Sonra Resulullah sallallahu aleyhi ve sellem ona dedi: En ve karıştır. O dedi: Güneş hələ batmayıb ya Resulullah. Sonra Resulullah sallallahu aleyhi ve sellem dedi: En ve karıştır. O da enip karıştırdı. Nəbi sallallahu aleyhi ve sellem de onu içti. Sonra dedi: Gecenin buradan geldiğini gördükdə eli ile üfüqə işarə etdi. Artıq oruçlu kimsə iftar etmiştir. Əbu Abdurrahman dedi: Asim İbn Ömərin hədisi və İbn Əbi Əffənin hədisinin hər ikisi səhihdir. Nəsai Əl-Kubra 3297. Hədisi Hümeydi İbn Əbi Şeybə, Əhməd, Buxari, Muslim, Əbu Davud, Nəsai, Əbu Avanə və İbn Hibban rəvayət etmişdir.